Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazın gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir. Uzun illər davam edən münaqişədən sonra hər iki tərəf sülh danışıqlarını davam etdirməkdə maraqlı olduqlarını bildirsələr də, prosesdə hələ də müəyyən maneələr qalır. Azərbaycan prezidenti İlham Əliyev Almaniya prezidenti Frank-Walter Steinmeier ilə görüşündə sülh müqaviləsinin hazırki vəziyyətini dəyərləndirərək Azərbaycanın mövqeyini bir daha açıq şəkildə ifadə edib. Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi 17 paraqrafdan ibarətdir və razılaşdırılıb. Azərbaycanın bu sənədə əlavə şərt irəli sürmədiyini və Ermənistanın uzun müddətdir Azərbaycanın əsas tələblərinə cavab vermədiyini vurğulayıb. Şərt isə 2 bəndlikdir. ATƏT Minsk qrupunun rəsmi olaraq ləğvi və Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi. Azərbaycan tərəfi bu şərtlərin legitim və zəruri olduğunu bildirir. Prezident İlham Əliyevin sözlərinə görə Ermənistan bu 2 tələbi qəbul etdikdən sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq. Bütün bunlarla paralel Ermənistanın baş naziri Nikol Paşinyan Montenegro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edərkən regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasını müzakirə edib. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb. Lakin İrəvan bu açıqlaması ilə yanaşı daxili siyasi təzyiqlər və xarici siyasətdəki balans dilemması səbəbindən danışıqlar prosesində qəti mövqe sərgiləyə bilmir. Paşinyan hər nə qədər müxtəlif platformalarda sülh çağırışları etsə də, əməldə ATƏT Minsk qrupunun ləğvinə imza atmaq cəsarəti göstərə bilmir. Qrupun tərkibinə nəzər saldıqda İrəvanın 3 böyük güc, ABŞ, Rusiya və Fransa faktoru səbəbilə məsələdən uzaq gəzdiyini demək mümkündür. Minsk qrupunun formatını dəyişdirməklə onun fəaliyyətinin davam etdirilməsini istəyən Ermənistan bununla bir növ özü üçün müttəfiq gördüyü ölkələrə jest etməyə çalışır. Çünki Minsk qrupunun ləğvi adı çəkilən güclərin beynəlxalq arenada reputasiyasına ciddi zərbə vura bilər. Konstitusiyadakı dəyişiklikləri isə İrəvanda Ermənistanın suverenliyinə təhdid kimi qəbul edirlər. Bütün bunların fonunda cənab prezidentin açıqlamasında da dediyi kimi top hazırda Ermənistanın meydanındadır. Yəni sülh müqaviləsinin imzalanması üçün hər şey Ermənistanın verəcəyi qərardan asılıdır. Ermənistan tərəfi Azərbaycanın tələblərinə müsbət cavab verərsə, sülh müqaviləsi imzalanacaq və regionda uzun müddətli sabitlik təmin ediləcək.